Bugünün rəssamı. Portret, mənzərə, natürmort, akvarel texnikası ilə çəkilən gənc rəssamların əsərlərinin nümayiş edildiyi sərgi məhz belə adlanırdı. Azərbaycan xalqının zəngin tarixi və mədəni irsi rəsm əsərləri ilə təqdim edildi. Gənc rəssamları böyük ictimaiyyətə təqdim etməkdir. Və düşünürəm ki, bu gənc rəssamların mütəmadi olaraq bu kimi layihələrin keçirilməsi bizim gənc rəssamların daha da geniş ictimaiyyətdə tanınmasına bir vüsət yaradacaq. Açılışda çıxış edənlər belə layihələrin gənclərin sənət yolunun inkişafına stimul verdiyini vurğuladılar. 90-dan çox rəssamı 200-ə yaxın əsəri ki, böyük həcmli əsərlərdir və ən vacib istək, sevgi ilə yaranır. Yəni burada siz deyən mən yoxdur. Oturub, düşünülmüş, yaradılmış peşəkar əsərlər. Mən onların hamısını uğurlar arzulayıram. Sərgidə Nərgiz Quliyeva, Röya Həsən, Daniela Arxangelskaya, Leyla Qurbanova, Nazidə Fərzullayeva, Nailə Aslanova, Nərmin Nəsi və digər gənc rəssamların əsərləri təqdim olundu. Əsərimin adı Ləpələrdir. Pıçıldaşın Ləpələr mahnısından ilhamlanaraq yaratmışam. O mahnının məndə yaratdığı təəssüratları bu kətana köçürtmüşəm. Mən burada iki əsərimlə iştirak edirəm. Akvarel texnikası ilə mən daha çox qadın surəti yaradıram. Qadın zərifliyini və gözəlliyini göstərməyə çalışıram. Burada mən bir qadın obrazını bizim milli, digərini isə qədim türk üslubunda təqdim etmişəm. Bugün 3 əsərimlə çıxış edirəm. Bunlardan biri natürmortdur, hansı ki xalça üzərində meyvələri təsvir eləmişəm. Digər rəsm isə Professor Zəhra Quliyevanın portreti və bir gənc xanımın portretidir. Əsərlərimdə, ümumiyyətlə yaradıcılığımda portret janrına və realizmə daha çox üstünlük verirəm. Tədbirin sonunda bizi birləşdirən Mədəniyyət İctimai Birliyi adından iştirakçılara sertifikatlar təqdim olundu. Vüsalə Məmməzzadə, Çingiz Qəniyev, ASTV Xəbər.